Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump və onun administrasiyası İranın nüvə proqramına qarşı yeni və sərt tədbirləri nəzərdən keçirir. Məsələ xarici mətbuatda da geniş yer alıb. Ağ Evə yaxın mənbələrə əsasən, prezidentin müzakirə etdiyi əsas variantlardan biri İranın yeraltı Fordov nüvə obyektinə Bunker-Buster tipli bombalarla hava zərbəsi endirməkdir. Bu, Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının son toplantısında da ciddi şəkildə gündəmə gətirilib. Hərbi analitiklərin fikrincə Fordov nüvə kompleksi dərin yeraltı tunellərlə qorunduğundan ora yalnız xüsusi təyinatlı bombalar təsir edə bilər. Trump bu seçimin ən son çarə olduğunu bildirib. O, diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə hərbi müdaxilənin qaçılmazlığını vurğulayıb. ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək deyən Ağ Ev rəhbəri bildirib ki, Vaşinqton bütün diplomatik və hərbi alətləri masa üzərində saxlayır. Qərarın yaxın 2 həftə ərzində verilməsi gözlənilir. Trump administrasiyası bu müddətdə müttəfiqlərlə sıx məsləhətləşmələr aparacaq. Hərbi analitiklərin fikrincə, belə bir hücum regionda gərginliyi daha da artıra və yaxın şərqdə genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Bu gərginlik fonunda isə Birləşmiş Ştatlar Qətərdən hərbi aviasiyasını geri çəkir. Yayılan PEC görüntülərinə əsasən, ABŞ Əl-Üdeyd bazasından bir sıra hərbi təyyarələrini çıxarıb. Məqsəd İranın mümkün hava hücumları qarşısında ABŞ aviasiyasının riskini azaltmaqdır. Əl-Üdeyd Vaşinqtonun yaxın şərqdəki əsas hərbi nəzarət nöqtələrindən biri hesab edilir. Mümkün zərbələrə görə aviasiyanın bir hissəsinin geri çəkilməsi diplomatik və təhlükəsizlik baxımından önəm kəsb edir. Ruqiyyə Nəcəfli, Hüma Cəfərova, Mira TV.